Bəzi adamları qiyamət günü gətirərlər sorğu-sual eləməyə. Görərlər ki, günahı savabından çoxdur. Günahı savabından çox olanda mələklər deyər ki, bu cəhənnəm, bu sən, bu da yol. Xoş getdin. Buyur, get cəhənnəmə tərəf. Bilir də ki, getməsə, aparacaqlar da orada da. Qolva girib hörmətlə, hörmətsiz aparacaqlar. Xuzuhu fəqulluh, Quran buyurur ki, onu saxlayın və zəncirləyin. Summəl cəhimə səlluh, aparın onu cəhənnəmə tərəf. Bəzi insanlar belə gedəcək. Bu neynir? Bu başını aşağı salır, gedir. Ədəbin orada da rolu var. Ədəbli adamdır. Başını aşağı salır, Allah dedi, gedirəm. Gedir, Allahdan nida gəlir mələklərdir. Saxlayın onu, qaytarın. Qaytarın. Deyirlər, ilahi, niyə? Deyir, qaytarın, çağırır, deyir ki, bunun bir əməli var ki, indi onu tərəziyə qoyacam. Bütün günahlardan ağır gələcək və nicat tapacaq.